Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Samux Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi Samux rayonu üzrə 29.462 hektar əkin sahələrinin suvarılmasına, 13.000 hektar qış otlaqlarına, əhaliyə içməli və texniki suyunun verilməsinə xidmət edir. Bu xidmətlərin göstərilməsi üçün idarənin balansında olan 601 ədəd subarteziyan quyuları, 26 ədəd nasos stansiyalar və 68,5 km təsərrüfatlar arası, 658 km təsərrüfat daxili kanallar, 36 ədəd maşın mexanizmlər fəaliyyət göstərir. Suvarılan sahələrdən 11.078 hektar taxıl, 2427 hektarı günəbaxan, 17 hektarı pambıq, 735 hektarı xəsil, 6915 hektarı qarğıdalı, 912 hektarı meyvə bağları təşkil edir. Hazırda növbəti suvarma mövsümü üçün hazırlıq işləri davam etdirilir. Sudan səmərəli və itkisiz istifadə eləmək üçün suvarma kanallarında daim təmizlənmə işləri aparılır. Aparıldıqdan sonra beton üzdüklərlə təmin edilir. Bunun əyani sübutu olaraq Bağmanlar qəsəbəsində yerləşən dərin arx kanalını göstərə bilərik ki, 600 metr məsafədə dərin arx kanalında beton üzlük salınmışdır. Samux rayonunda son illər görülən meliorativ tədbirlər əkin sahələrində məhsuldarlığı artırıb, rayonda 30 il suvarma suyundan əziyyət çəkən ərazidə yeni nasosun quraşdırılması suvarmanı yaxşılaşdırıb. 30 ildir ki, biz bu torpaqlarda əziyyət çəkirdik, sahələrimizi suvara bilmirdik. Amma indi şükürlər olsun ki, sahələrimizi ürəyimiz istəyən vaxtı suvara bilirik, məhsulumuz da yüksəlir, boldur bu suyun sayəsində. Bu nasos qoyulandan sonra demək olar ki, bunun qarşısında 200 hektara qədər yanmış torpaqlar, bəlkə 50-60 ailənin bu suyun qabağında, bu nasosun qabağında sahəsi var. Hamı indi sevinir, hamının sahəsi, hamı məhsul görür, məhsulunu vaxtı-vaxtında suvara bilir, yığa bilir. Samux Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi rayonda əkin sahələrini suvarma suyu ilə təmin etməklə bərabər, əhalinin keyfiyyətli içməli su ilə təminatını da həyata keçirir. Məlumat üçün qeyd edeyim ki, idarəmizin balansında tutumu 10.000 kubluq olan mərkəzləşmiş su anbarı mövcuddur. Həmin su anbarı vasitəsilə şəhər əhalisinin 3/2 hissəsi içməli su ilə təmin edilir. Onu da qeyd edeyim ki, Samux şəhər ərazisində 2595 abonentimiz mövcuddur. Həmin abonentlərin fasiləsiz olaraq su ilə təmin edilməsi üçün baş vermiş su xətlərindəki qəzaları operativ aradan qaldırırıq və işlərimiz bu istiqamətdə mütəmadi olaraq davam etdirilir. Qeyd edək ki, idarə tərəfindən əsaslı təmir işləri ilə bağlı subarteziyan quyularının qazılması plan üzrə 14 ədəd nəzərdə tutulub ki, həmin quyulardan 10 ədədi qazılıb. 2 ədədində isə işlər davam etdirilir.